ki Allah bərəkət versin malına. Qəşəng, xoşuma əlan maldır qardaş. Bu gün də mart ayının 19-udur, eləmi? Hə, Allah canını sağ eləsin qardaş. Allah mala bərəkət versin. Hələ ki mən nə qədər heyvan çəkmişəm, nə qədər sürü çəkmişəm. Sənin malın kimi gözəl mal çəkməmişəm. Mamet, kişi bəyək sən telefonda bana bir söz dedin, Dedin məsəl üçün 50 alana, 60 alana, 70 alana qoşlar üstünə verirəm də. Yəni qoyun qiymətinə verirəm. Demirəm qoş 500, 600, 700 belə. Qoyun qiymətinə verir. Eləmə, Allah canını sağ eləsin qardaş. Maşallah olsun, heç kişinin sürüsünə qardaşlar söz ola bilməz. And ol Allaha ola bilməz. Kişinin bal sürüsü var, bal. Mamet kişi bunu hamısı da deyir qızıl yerli. Mamet qoşu gec qoş heyvanın içine. Mamet kişi deyir ki, bir qapının malı ilə, bir də yaxşı maşınla, ki yadı, tayyüt sistemidir. Bununla abartel eləyirəm dedi. Ay Allah canını sağ eləsin Mamet kişi. Allah haqqı mal saxlamısan. Mal saxlamısan. Maşallah olsun. Qoşdan seçilmir.